bir çay daşına bənzəyir. Amma Toyota açarıdır. Və siz Pultlu Maşın kanalındasınız. Təbii ki, bu bir elektrikli Toyota'dır. Tam olaraq 6 ay öncə Şanxay Avtoşouda $15.000 başlayan qiymətlə dünyaya təqdim olunan və car çəkən bir Toyota modeli. Özü də tam elektrikli. Hansı modeldir? Toyota'nın Bizi 3X modeli. Yeni videomuzdan hər kəs xoş gördük dostlar. Mən İlkin Mustafayev. Bugünkü videomuzda sizlərə Toyota'nın Bizi 3X modeli, tam elektrikli modelinin təqdimatını eləyəcəm və nəinki təqdimatı, detallı icmalını, incələməsini eləyəcəm sizlərlə birlikdə. Bizi ümumiyyətlə nə deməkdir? Toyota burada nə demək istəyib? Birinci onu sizə demək istəyirəm. Bizi yəni Beyond Zero. Yəni bu nə deməkdir? Yəni sıfırdan daha artığı. Çünki elektrikli avtomobillər nəzərə alınır ki, sıfır karbon emissiyası olan bir avtomobildir. Düzdür, indi fikirləşəcəksiniz ki, bəs bu batareyaların istehsalında nələr baş verir? Daha çox təbiətə, belə desək, karbon qazı gedir. Onlar ayrı məsələdir. Amma Toyota deyir ki, bu Beyond Zero'dur. Yəni sıfırdan daha ötəsidir. Sıfırdan daha ötəsi deməkdə də məqsədi odur ki, Toyota fikirləşirdi ki, 2019-cu ildən sonra Bizi seriyası belə desək çıxanda qatı hal batareyalarını çıxardacaq və istehsalı daha rahat olacaq. Ona görə də Bizi seriyası ilə artıq maraqlı elektromobillər dünyaya təqdim eləyəcək. Əslində biz Bizi 3X-i qlobal bazardan da tanıyırıq, amma fərqli dizaynda. Bu dizayn artıq Çinin daxili bazarı üçün hələ ki Çinin daxili bazarı üçün istehsal olunmuş bir dizayndır. Hardasa aprel ayında təqdim olundu. Əslində biz bunu keçən il, yəni 2024-cü ildə Pekin Avtoşouda bir konsept şəklində görmüşdük, amma tam detalları bəlli deyil idi. 24-də isə artıq kütləvi satışa çıxdı. Və Toyota'nın burada, Toyota deməyim, Çin hökumətinin belə deyək, ümumiyyətlə istehsalçıların deyək, burada maraqlı bir tərəfi oydu ki, dünyaya ən ucuz elektrikli Toyota adı ilə bu avtomobili belə desək bir reklamını elədilər və $15.000 başlayan Toyota kimi bir reklam elədilər. Ümumi maşına baxsaq, dizayn cizgilərini, yəni Toyota'nı burada rahat görə bilirik. Bütün cizgilərində. Adicə kapotun cizgiləri olsun, ön fənərlər, gündüz işıqları və s. hər birində Toyota'nı biz görə bilirik. Amma bu maşın tək Toyota deyil. Gələcəm orasına da. Ki, bəs altında hansı maşın yatır? Onu 100% deyəcəm. Ümumi ön hissəsində bir LED barımız var, gündüz işığı. Dönmə işıqları da öz yerində buradadır və matrisalı faralar. Aşağı hissədə isə bizim burada bir sensorumuz var, Distronic-dir, lidar deyil. Onsuz da lidar Azərbaycanda işləmir. Bu avtomobildə də əslində yuxarıda lidar olmalıdır. Çünki bu maksimal komplektasiyadır, 610 km mənzillidir. Çin avtomobillərində komplektasiyanı daha çox mənzilə görə hesablayırlar da, ona görə yəni belə deyim. Yəni artıq pul verməyə ehtiyac yoxdur, ölkəmizdə lidar onsuz da işləmir. Gələcəkdə işləyəcək, işləməyəcək, o da hələ bəlli deyil. Bir radiator barmalığı, çünki içəridə bizim radiatorumuz var. Onu təbii havalandırma ilə təbii ki soyutmaq lazımdır. Batareyalarımız qızır axı. Və 360 dərəcə kameramız var. Yan hissədən görüntüyə baxdığımızda bir kiçik SUV deyil bu artıq. Maraqlı bir görüntü var və hansı avtomobilə oxşayır sizcə? Toyota'nın RAV4 modelinə, bəli. Çünki dizaynı Toyota'dadır. Təbii ki, Toyota dizaynıdır. Və bu avtomobil RAV4 ilə eyni ölçülərə sahibdir. Yəni, uzunluq 4600 mm-dir, eni isə 1600 mm, hündürlüyü isə 1645 mm-dir. Amma yerdən hündürlüyü 17.3 cm. Yəni, bu da o deməkdir ki, istənilən yerə rahat gedə bilərsiniz və SUV-dir də, ailə, uşaq, bagajı indi göstərəcəm sizə. Doldurursunuz veşlərlə, çamadanlarla, gelirsiniz rayona. Rahat. Ona görə yəni, bu avtomobillə istədiyiniz məsafəyə, istədiyiniz yerə gedə biləcəksiniz. Qapı tutacaqları, içdən çıxmalı qapı tutacaqlardır və elektron formada hazır sizi gözləyir ki, rahat əlinizi salıb qapını açarsınız bu formada. Və üzərində bir düymə də var, istəsəz buradan da bağlaya bilərsiniz, amma uzaqlaşdıqda artıq özü bağlanır. Güzgülərdə dönmə işıqlarının təkrarlayıcıları və aşağıda bir kameramız var. Yan isə bu formada və bizim 19-luq disklərimiz var.
Maksimal komplektasiyada 19-luq gəlir. Aşağı komplektasiyada isə 17 və 18-dən müxtəlif formada istifadə olunur. Maxxis təkərləridir və Maxxisin elektromobilə uyğun olan təkəridir. Burada bayaq hardasa EV gördüm. Kadra əlavə eləyərik onu mütləq şəkildə. Bu formada yəni belə maraqlı diskləri var və 2 rəngli disklərdir. Gedək indi arxadan danışaq. Və arxa hissəyə də baxsaq, maraqlı bir quruluş var arxa hissədə. Stoplar bizi Toyota'nı rahat görə bilirik də bu maşında. Çünki dizayn Toyota'ya məxsusdur. Ön hissəyə yenidən qayıdacağıq. O hissəni mən izah eləyəcəm sizə nə demək istəyirəmsə. Niyə davamlı olaraq dizaynda Toyota'nı vurğulayıramsa. Toyota dizaynı burada da rahat görə bilirik. BEV, yəni bu artıq avtomobilin elektrikli olduğunu göstərir. Bizi 3X, arxa hissədə də kamera. Avtomatik açılan bagaj qapağı olsa da belə bir nüans da var. Əliniz əgər dolu gəlibsə, gözləyirsiniz, heç nə eləmədən özü açılır birbaşa. Yəni bu özəlliyi də var, maraqlı bir funksiyadır və burada onu necə bilirsiniz? Gəlin sizə göstərim. A few moments later. Misal üçün, gəldiniz, əliniz doludur, dayandınız burada. Olmadı. Bir də yoxlayaq. Gəldiniz, əliniz doludur, dayandınız burada. Bu işıq yanıb sönür. Və açdı özü. Maraqlıdır, qəşəng funksiyadır. Gəlib misal üçün sensor axtarmaqdansa və s. belə kimi funksionallıqdansa elə birbaşa belə açılmağı daha maraqlıdır. Və sürətli açılır, sizə deyim. İndi bunun sürücü özü öz istəyinə uyğun bunu atıb. Bu heç bu komplektasiyada yoxdur. Birdən siz maşın alarsınız, deyirsiniz mənim maşında niyə rezin yoxdur? O məsələ var. Çox böyük bir ciblik var burada və maraqlı tərəfi odur ki, bu necəsə, aha, baxın bu formada düşür aşağı. Fərqi gördünüz də, nə boyda oldu. 427 litr ümumi həcmi və bu oturacaqlar qatlanır. Ön tərəfə qatlandıqda bu oturacaqlar artıq bura olur 1133 litr. Və giriş hissədə bu formadadır, rahat şəkildə böyük əşyalarınızı yəni yerləşdirib rayona soyuducu falan daşıya bilərsiniz də, nə istəyirsiniz eləyin. Burada maraqlı askılar var. Əlinizdə torbalar varsa buradan asa bilərsiniz ki, bura qoyanda dağılmasın filan. Yəni bu kimi nüanslar nəzərə alınıb. Toyota logosu. Maşında çox az hissələrdə biz Çin əlifbasını, hieroglifləri görə bilirik. Arxada qalıb. Bəzilərimiz olur da onu gələn kimi tez bir dənə iplə sildik. Oradan bir dənə polirovka. Gəlin keçək yan tərəfə, batareyadan danışım mən sizə. Batareyalarından danışsaq, birinci enerjisindən danışaq. Enerji dolumunu göstərim mən sizə. GBT-dir. GBT DC və GBT AC var. Bu rezinlər də həmişə olur. Portu qorumaq üçün. Ancaq yəni portlarda buradan belə bir mesaj da verim. Portlara su dəyməsindən qorxmayın. Çünki su, toz və s. bütün standartlardan keçir, ona görə heç bir problemi də olmur. AC ilə maksimal 7 kW-lıq enerji dolma eləyə bilir. Maksimal. Evdə yəni siz enerji dolma eləmək istəsəz maksimal 7 kW. DC ilə ancaq enerji dolma eləmək istəsəz maksimal 130 kW-lıq bir enerji dolma eləyə bilirsiniz və bu avtomobilin batareyaları fərqini mən sizə deyim. Hazırda biz incələməsini etdiyimiz bu model ən maksimal modeldir. Yəni 68 kW-lıq bir LFP batareyası var. Bundan aşağı, yəni orta komplektasiya 58 kW-lıq, ən aşağı komplektasiya isə 50 kW-lıq bir batareyaya sahibdir. Bütün komplektasiyalar LFP batareya ilə təchiz olunub. Amma burada fərq nədən ibarətdir? Gəlin mən sizə onu izah edeyim. Ən aşağı və orta komplektasiya dediyimiz modellər Zenerji adlı bir şirkət tərəfindən batareya təminatı olunur. Amma maksimal komplektasiya, yəni hazırda bu icmalını elədiyimiz avtomobil Kalib adlı bir şirkətin batareya təminatı ilə istehsal olunur. Təbii ki, burada müəyyən nüanslar var. Həmçinin LFP batareyadır, istilik pompası yoxdur bu avtomobildə. Amma istilik pompasını əvəz eləyən funksionallıq var. Mərikxanaya keçəndə mən sizə onu göstərəcəm və ümumi bu avtomobilin platformasını da mən sizə qeyd edəcəm. Çünki avtomobilin platformasında çox maraqlı bir nüans var. Bu avtomobil Toyota Bizi seriyası olsa da avtomobilin platforması GAC-nin tam elektrikli və hibrid avtomobillərində istifadə etdiyi Ion seriyasının platformasındandır. Gedə indi mərikxananı göstərim mən sizə, detalları orada izah edəcəm. Ağırdır ya, məşq eləmək oları buna. Babat da məşqə gedirəm axı. Mərikxana. Deməli, burada inverteri görürük, burada bizim soyutma sistemimizi görürük, 12 volt akkumulyatorumuzu görürük,
elektrik mühərrikimiz burada. Əsas məsələ şüşələrə su vuran. Bu yəni olmasa heç yerə gedə bilməzsiniz də. Tormoz mayeəsi. Yəni burada hər şey var. İstilik pompasından başqa. Bu modellərdə ümumiyyətlə istilik pompası gəlmir. Amma istilik pompasını əvəz eləyən batareyaların isitmə texnologiyası nəzərə alınıb bu avtomobildə. Bu həmçinin GS-nin Ion modellərində də eyni funksiya olduğuna görə və eyni platforma olduğuna görə bunların hər biri nəzərə alınıb. Yəni problem yaşamayacaqsınız qışda deyə düşünürəm. Çünki maşın 6 aydır təqdim olunub, hələ qışını keçirməmişik, hələ bilmirik. Ümid edirəm ki, problem olmayacaq. 610 km maksimal məsafə verir bu avtomobil. CLTC standartıdır. Biz sürücü ilə danışdıq. Sürücü deyir ki, təxmini olaraq o məsafəni gedə bilir. Yəni problem yaşamırıq. Hətta bu avtomobillə biz Laçına da getmişik. Laçın yürüyüşümüzün iştirakçılarından biridir. Oradan 1-2 maşın var. Mən sizə o maşınların da icmalını eləyəcəm. Birinci elə bizi 3X ilə başladıq. Xəzər sağ olsun. Bizə sağ olsun şərait yaratdı. Bu avtomobil real məsafə gedir o vəziyyətdə. Qışda baxağa görə necə olacaqsa, qış aylarını keçəndə mən Xəzərlə əlaqə saxlayacağam. Görüm necə, hansı mənzili verir maksimal, onu artıq şərhlərdə aşağıda xüsusi olaraq qeyd eləyəcəm. Ona görə bir yanvar, fevral aylarını gözləyək. Bakının ən sərt qışlarında bir baxağa görək bu avtomobil nə qədər gedəcəksə. Ümumi yəni vəziyyət budur. Orta komplektasiya CLTC 520 deyir. Amma aşağı komplektasiyada isə 410 km məsafə deyir, maksimal məsafə. Düşünürəm ki, Zenerji şirkətinin müxtəlif növ batareyalarında bəzən enerji itkiləri, problemləri olur. Amma bu avtomobildə Zenerji olmadığına görə ümid edirəm ki, olmayacaq. Platformadan danışdım. Mən sizə detallı izah verim platforma ilə bağlı. Avtomobilin 65% hissəsi GS-yə məxsusdur. 35% hissəsi isə Toyota'ya məxsusdur. GS-yə məxsus olan hissələr platformadır, ümumi avtomobilin daxilində olan bütün quruluşdur, inverterlərdir, belə deyək də, yığım prosedurudur, zavod və s. bütün hər şey demək olar ki, GS-yə məxsusdur. Toyota pilot sistemidir, misal üçün quality controldur, yəni keyfiyyətə nəzarətdir, ümumi xarici dizayndır və s. bütün hər biri isə belə deyək də, istehsaldan sonraki prosedur, istehsaldan öncəki və istehsaldan sonraki prosedur artıq Toyota özlüyündə saxlayıb ki, okey də qardaş, istehsal eləyirsən, lap yaxşı, mən sənə icazə verirəm, get bunu istehsal elə. Amma gəlib mənim keyfiyyət nəzarətimdən keçməlidir bu avtomobil. Yəni, GS-i istehsal etməsinə baxmayaraq, Toyota'nın xüsusi testlərindən keçən bir modeldir. Ona görə 35% isə Toyota'da qalıb. Amma bu avtomobildə istehsal zamanı istifadə olunan detalların yalnız 1%-i ithal detallardır. Qalan bütün detallar Çində istehsal olunan detaldır. Təbii ki, bu da Çinin gücünü göstərir. Çünki Çində artıq hər şey istehsal olunur. Çəkdiyimiz kameradan tutmuş qolumuzdakı saat və əynimizdəki hər şeyə qədər onsuz da Çin məhsuludur. Və 1% ithal məhsuldur. Qalan hər biri 99%-i yəni Çində istehsal olunandır. Sizə deyim ki, ümumən yəni keyfiyyəti çox yaxşıdır. Yumşaqlığı bəlkə kiçik bir məsafə istifadə elədik. İndi sürəcəyik də, sizinlə bir yerdə görəcəyik. Yumşaqlığıdır, detallarıdır və sürücünün razılığını rahat şəkildə görmək olur. Keçək salona, salonu sizə göstərim. Çünki Çinlilər salon məsələsini yəni bir xeyli artırıblar. Stop. Görürəm ki, hələ də videonu bəyənməyən və kanala abunə olmayanlar var. Zəhmət olmasa videonu bəyənək, kanala da abunə olaq. Zınqrov da var. İstəsək zınqrova da basaq ki, videolar yüklənəndə məlumatınız olsun. Ondan sonra davam edirik. Keçək salon hissəyə. Çox da ki deyirik, GS platforması, Ion platforması və s. Bu avtomobil Toyota'dır. Yəni, hər detalından hiss olunur ki, avtomobildə bir çox detallarda Toyota'nı görmək olur. Dizayn, düzdür, interfeys Çin dilindədir, amma dizayndır, ciblərin çoxluğudur. Ən xırda hissələrdən belə cib kimi istifadə etməyidir. Burada qəşən bizim bir dənə simsiz şarj cihazı. Mənim telefonum qəşən qoyuruq və başlayır yığmağa. Burada həmçinin soyutma hissəsi də var ki, batareya qızmasın. Batareya qızmasının qarşısını alır, amma bu tərəfdə simsiz şarj cihazı yoxdur. Sadəcə telefonunuzu yerləşdirə bilərsiniz. 2 ədəd stəkan qabıdır. Burada ciblik var. Burada ciblik var. Burada ciblik nə əcəbsə yoxdur. Nə əcəbsə. Burada asılqan yerləşdiriliblər. Bunu örtə də bilirik biz belə. Sükan ənənəvi dizaynda Toyota sükanı. Tormuzu bastığımızda artıq maşın işə düşür və bir dənə xəbərdarlıq, kiçik xəbərdarlıq da gəlir ki, dit, yəni işə düşdü artıq.
Bizim sürətlər qutusu idarə edici qolumuz buradadır və bu formada biz D-yə, R-ə, P-yə və s. keçirə bilirik. Multisükan minimalist formada 2 ədəd belə yumru roliklər yerləşdirilib, amma ondan əlavə 4 düymə də var. Telefonu idarə etmək üçün və yaxud da ani momentlərdə vacib hansısa funksionallığı bu düymələrə yerləşdirə bilirik. Ümumiyyətlə, mən nəyə diqqət elədim? Salonda bir qəribə ab-hava var. Nədir o qəribə ab-hava? Misal üçün, oturacaqların dərisidir, qapıdakı işləmələrdir və s. plastiklərin keyfiyyətidir. Daha üst, belə deyək, bir keyfiyyət hiss eləyirəm burada. Misal üçün, qapının bu hissəsində nabukdan istifadə eləyiblər. Bu hissə süni dəridir, 2 rəng var burada və parça. Yalnız bu şüşələrin idarə edici bloku ki var, orada plastik var. Həmçinin orta hissədə də eyni ilə bu davam eləyir və süni dəri burada da var. İsitməli və ventilyasiyalı oturacaqlardır, masaj yoxdur. Amma maraqlı bir funksionallıq var ki, bu oturacağı tam yatırıb, buranı belə desək, bir uzanıb istirahət eləyəcəyiniz bir güşə kimi hazırlaya bilərsiniz. Arxa tərəfdə, misal üçün, sağ arxada əyləşən şəxs rahat şəkildə uzana bilər. Maşında start-stop olmasa da maraqlı bir düymə var, baxın burada. Bu nə düymədir? Bu, üzərində bir ildırım işarəsi qeyd olunsa da, misal üçün, siz avtomobili tərk eləyirsinizsə və bir də sabah minəcəksiniz də avtomobilə. Bu düyməni basırsınız ki, tam olaraq avtomobil bir növ belə desək, sleep moda keçsin, yəni yuxu rejiminə keçsin ki, batareya ilə əlaqə ümumiyyətlə olmasın. Bəzi avtomobillərdə bu avtomatikdir, misal üçün, mənim öz avtomobilimdə avtomatikdir. Maşından uzaqlaşdıqdan sonra hardasa 2-3 dəqiqə müddətində, bəzən olur ki, 10 dəqiqəyə qədər də çəkə bilir. Bunun xüsusiyyətləri var ki, nəyə görə bu dəyişə bilir bu vaxt. Bu müddət ərzində avtomobil artıq tam olaraq batareyaları soyutdu, rahat öz şəraitini qurdu və batareyalarının əlaqəni kəsir. Yəni, burada da əsasən dediyim kimi, batareyaların qızmasından və onların soyudub normal temperatura çatdırılmasından asılıdır. Amma burada manualdır. İlk dəfədir görürəm manual olmağına. Ümumi şəkildə bu formada, burada bizim bir sürücü sensorumuz var ki, yuxunu, yorğunluğu və s. ölçür. Tam panoramik damda, amma açılmayan panoramik damdır. Burada bizim bir düyməmiz var ki, biz pərdəni tam olaraq örtə bilirik və içəriyə heç bir işıq düşmür. Və günlüklərimiz bu formada, kifayət qədər geniş bir güzgümüz var burada. 2 ədəd işıqla təchiz olunub. Maraqlı bir güzgü və işıq barımız da bu hissədə sensordur həmçinin. Bu formada. Keçək arxaya da bir dənə nəzər yetirək. Maraqlı nüanslar arxada da var. Ondan sonra avtomobili sürək. Mən sizə ümumi askı sistemi ilə bağlı da məlumat verim. Bu da arxa hissə. Genişliyi görürsünüz. Çinlilər bu maşınlarda nə edir, necə eləyir, mən tam olaraq anlaya bilmirəm. Amma diz məsafəsini görə bilirsiniz də kifayət qədər. Yaxşı, bu oturacaq müəyyən qədəri qabaqdadır, onu bildik. Bu bar heç vaxtı tərpənmir də buradan da. Bara əsasən bir dənə baxın məsafəyə. Yəni, çox ciddi şəkildə. Bagaj da gördünüz də kadrlarda ki, necə geniş bir bagaj var. Yəni, bütün bunlara baxmayaraq bir başqa funksionallıq da var ki, biz hətta bu oturacağı nizamlaya da bilirik. Rahat uzandıq, kəmərimizi taxdıq. Kəmərə də baxın, maraqlı rənglərdə, bu formada bir rəng yatıblar. Kəmərimizi taxdıq, onunla bitmirik. Masamızı açdıq, yolumuzu gedirik də. Misal üçün, iş görmək istəyirsiniz, çıxartdınız notebook'unuzu qoydunuz bura, iş görə yolunu getdə. Rahatlıq öz yerindədir. Yəni, bunu bacarır. Məncə, Çinlilər bu məsələlərdə müəyyən qədəri nüansları diqqətlə izləyir. Hə, bu yadımdan çıxmışdı ya. Bunu da açaq. Burada ciblə boldur da. Toyota'nın da bu özəlliyi ciblə boldur. Hər yeri cib eləyir. Burada da bir cibliyimiz var. Mənə həmişə maraqlı gələn olur ki, misal üçün, bu arxa qol altıda, bu enlikdə məsafə var da və bunun içi boş olur. Bunu niyə cibli eləməyəsən axı? Onun Toyota işlədir bunu, cibli eləyib. Stəkan qabları, telefonunuzu qoymaq üçün yer və Type-C bir dənə yer var burada ki, telefonunuzu da enerji ilə təmin eləyə bilirsiniz rahat şəkildə. Bu formada rahat yolunuzu gedirsiniz. Bundan artıq nə istəyirsiniz daha? Panoramik dam, günəş sizə əgər narahat eləyirsə, pərdə var. Pərdə ilə də rahat siz artıq örtə bilərsiniz günəşin qarşısını. Bu hissədə də bir cibli formasında bunu hazırlayıblar. Bu formada. Gedək indi biraz sürək, sürüş tərzindən də sizlərə maraqlı kadrlar göstərim.
Kəmərimizi taxırıq mütləq şəkildə. Kiçik bir ərazidə sizlər üçün bir test yürüyüşü eləyəcəm. Bu ərazidə əsasən, belə desək, yola fikir versək, bir dənə Rəşad yolu göstərə bilsən, daşlıqdır. Yəni daşlıq bir yolda sürürük. Buranı mən çox ona görə bəyənirəm ki, maşının yumşaqlığını, yüngüllüyünü də burada rahat göstərmək olur. Və 19-luq disklərlə baxaq bu maşında yumşaqlıq necədir. Yəni sizə deyim ki, həqiqətən çox yumşaqdır maşın. Təsəvvür eləyə bilməyəcəyiniz dərəcədə. Askı sistemi sadə askı sistemidir. McPherson. McPherson bilirsiniz ki, bir çox modellərdə artıq istifadə olunur. Və belə desək, ən problemsiz, ən rahat bir askı sistemi sayılır. Ona görə demək olar ki, bütün maşınlarda artıq McPherson askı sistemindən istifadə olunur. Hələ eko rejimdə belə bir 0-100 sürətlənməsinin belə yüngülvarı test eləyirik. Hazırda 94% enerjimiz var, 573 kilometr mənzil göstərir bizdə bu avtomobil. Ümumi olaraq, yəni idarə etməsi, misal üçün hazırda döngəyə giririk və çox rahat şəkildə 55-60 sürətlə rahat şəkildə yəni biz bu döngəyə girə bilirik. Maşında komfort, rahatlıq axtarmaq istəyənlər üçün onu deyə bilərəm ki, çox yumşaqdır, həddindən artıq yumşaqdır. Mən misal üçün öz maşınımda, düzdür, disklərim də böyüdü, 21'lik disklərdə olsa da müəyyən narahatlıq var. Çünki mən bilirəm ki, izləyicilərin çoxu bu nüanslara fikir verirlər. Mən müəyyən qədəri rahatlığı axtarmıram maşında. Çünki maşın bizim evimiz deyil. Maşın bizim, belə deyək də, ya proyekt kimi istifadə etdiyimiz bir avtomobildir, ya A nöqtəsindən B nöqtəsinə getmək üçün istifadə etdiyim. Yəni hər kəs bir cür yanaşır maşına. Ona görə mən əslində maşında rahatçılığı axtarmıram, komfort axtarmıram. Sadəcə yol tutuşu olsun, super yol tutuşu olsun, mənə kifayət eləyir. Yumşaqlıq mənə o qədər də vacib deyil. Amma bu maşının yumşaqlığı həqiqətən yəni McPhersona görə inanılmazdır. Təkərlərin səsi salonda yoxdur. Bir dənə rekuperativ tormozlanması, misal üçün tək pedal idarə etməni mən çox sevirəm, həddindən artıq çox sevirəm. Amma bu maşında adi maşın kimi sürürəm hazırda. Yəni rekuperativ tormozlanma demək olar ki, yox səviyyəsindədir. Məsəl üçün qaz pedalını buraxmışam, sürət olduğu kimi 33-də qalıb. Yəni çox istəyərdim ki, artıq düşüş olsun və bəlkə də artırmaq olur. İnterfeysimiz Çin dilindədir. Çox təəssüf ki, tərcüməsi yoxdur interfeysdə. Hələ ki, yəni bu modelin tərcüməsi gəlməyib. Bəlkə kimsə bilir, hardasa bu modelin interfeysini tərcümə etmək olursa, əlaqə saxlasın, şərhlərdə qeyd eləsin. Avtomobilin sahibi də getsin orada tərcümə elətdirsin. Çünki Çin dilində olduğu üçün bir çox funksiyalardan da xəbərsiz olur sürücü. Ona görə tam olaraq da bilmir. Məsəl üçün bu kontrola oxşuyur, amma burada biz rekuperativ tormozlanma ilə bağlı heç nə görə bilmirik. Telefonla gərək tərcümə eləyək, istifadə eləyək. Amma ümumən yəni rahat şəkildə sürülüb istifadə olunan bir avtomobildir, belə desək. Kondisionerimiz misal üçün 26 dərəcədədir hazırda, avto rejimdədir, kifayət qədər qəşəng soyudur, istifadə olunur. Eko rejim var kondisionerdə və müxtəlif, yəni burada həmçinin maksimum, belə desək, istilik, maksimum soyuqluq və otaq temperaturunu birbaşa olaraq tənzimləmək üçün də düymələr var. Yəni dediyim kimi, burada elə bir nüansdır ki, Çin dilində olduğu üçün bir çox funksiyalardan biz xəbərsiz ola bilirik, o məsələ var. Amma ümumən yəni çox rahat, komfortlu və geniş maşındır, mən sizə deyərdim. Məncə bir test eləyin. Almaq istəyənlər yenə də özünüz baxın. Kimsə videoya baxıb gedib maşını alsa, artıq gəlib deməsin ki, mən sizə görə baxdım, aldım, ancaq filan şeyləri xoşuma gəlmədi. Yəni mən ümumən maşın haqqında məlumat verirəm. Tərifləmirəm. Nə də pisləmirəm. Hər şeyi sizin üzərinizə buraxıram ki, siz artıq özünüz qərar verəsiniz ki, bu avtomobil sizin üçün yaxşıdır, yoxsa pisdir. Misal üçün, bir elektromobil kimi daha artıq rekuperativ tormozlanma olmağını gözləyərdim, amma siz deyəcəksiniz ki, mənim zəhləm gedir o rekuperativ tormozlanmadan. Mən qazı basıram, qazdan ayağımı çəkəndə tormoz verir və bu mənə ürək bulantı verir və s. Bu kimi nüanslar olur. Ona görə özünüz qərar verin. Bu avtomobildə sizlərə tam detallı incələməsini etdim, icmalını etdim. Ümid edirəm ki, bəyəndiniz. Bəyənmədinizsə belə yenə də şərhlərdə yazın, bəyəndinizsə belə yenə də şərhlərdə yazın. Təbii ki, videonu bəyənməyi də unutmayın. Dostlarınızla da bölüşün, kanala da abunə olun. Növbəti videoda görüşərik.